Həll eləyək mi? Yəni, ümumiyyətlə, işin düsturları bəllidir də. İş A bərabər F-dir. Düzdür uşaqlar. Müəyyən hündürlüyə deyirsə, S-in yerinə H qoyacaqsınız da. Onda gəl birinci burada İsmail bir qap çəkməyə çalışaq. Düzdür, bir qap çəkmək. Və burada maye var. Düzdür. İndi burada bir cisim olsun. Və deyir ki, bunun bir dartı qüvvəsi neyinir? Yuxarı doğru qaldırır. Razı. Yəni, burada bir dartı qüvvəsi var. Düzdür. Onda bu cismə aşağıya doğru da bir mg təsir edirmi? Razısınız. Və bu cismə şaquli yuxarı yönəlmiş bir Arximed qüvvəsi təsir göstərir uşaqlar. Həşə qaydasında. İndi əvvəlcə gəl Arximedin özünü hesablayaq. Olar. Arximed qüvvəsinin belə bir düsturu var. Mg vurulsun, rho maye bölünsün rho cisim. Gəl bir bunu hesablamağa çalışaq. Hətta hesablamasanız olar, nisbət kimi yazanda görəsiniz, iqtisad edəcək. İndi baxın, o dursun burada. İndi gəlin bu şəklə görə bir dinamika təmini yazaq. Bərabər sürət sözü varsa, yəni V konstantdırsa, uşaqlar təcil nədir? 0. Düzdür. İndi baxın şəklə. F dartı yuxarı, F arximed yuxarı, mg aşağı. Onda yaza bilərəmmi? F dartı üstə gəlinsin F arximed bərabərdir mg-yə. Problem var əsasında? Həşə qədərsin. Gəlin buradan F dartını tapaq. F dartı nəyə bərabər oldu? Mg çıxılsın F arximed. Düzdür uşaqlar? Bu bərabərdir. Mg çıxılsın F arximedin yerinə yuxarıdakı mg-ləri düzdəzə bilərəmmi? Mg vurulsun, Romaya bölgülüsün. Razı? Onda uşaqlar, F dartı üçün belə bir düstur çıxdı mı? Fikir verirsiniz. Mg vurulsun, bəli, bir çıx, Romaya bölünsün, Rodisi. Razısınız? Problem var mı rəsə? İndi, müəyyən bir H hündürlüyünə yuxarı doğru qaldırdı. Düzdür uşaqlar? İşin düsturu nə idi? A bərabərdir, normalda Fs kos alfa. Düzdür? İndi qüvvə yuxarı, H yuxarı, bucaq 0'dır, kosinüs 0,1. Yəni, mən kosinüsü yazmaya bilərəm, düzdürmü? Və S-in də yerinə bir H-ını böləm uşaqlar. Yəni, A bərabər FH. İndi gəlin nisbətini yazaq. Deyir ki, dartı qüvvəsinin işi Arximeddən neçə dəfə çox. Onu da buraya yazaq, nisbətini yazaq. A, dartı qüvvəsinin işi bölünsün, A bölünsün hansı şək? Arximed qüvvəsinin işinə. Dartı qüvvəsinin düsturu yuxarıda var. Mg vurulsun, bir çıx, Romaya böl, rho cisim, vur H. Arximed qüvvəsinin düsturları uşaqlar. Mg vurulsun, Romaya böl, rho cisim, vurulsun H. Doğru. Şu an mg x'lar getdi, H'lar x'lar getdi. Bu ifadə nəyə bərabər oldu? Bir dənə baxın, görsənir, yaxşı. Hər şey qaydasındadır. Bura qədər bir sual var mı uşaqlar? Bura şimdi hər şey qaydasındadır mı? Deyim nəysə. Bax, gördük, bildiği düsturlar. Mg'lər H'lar x'lar getdi, bərabər oldu. Bir çıxılsın, Romaya böl, rho cisim bölünsün nə? Romaya böl, rho cisim. Gəlin, gətirək yerinə yazan uşaqlar. Bərabər, bir, çıx. Düzələcək indi gözlə. Bir şey burada əlim deyil, təəssüb olsun ki. Düzəldir məncə. Fikir ver, görsənir. İndi Romayeni suala baxalım. Neçə veribdir Romayeni? 1000. Düzdürmü? Bir çıx. 1000 bölünsün. Rho cismi verib neçə? 8000. Bölünsün, məxrəslər. 1000 bölünsün, 8000. Bərabər, yuxarıda qaldı 1 çıx, 1 böl 8. Aşağıda qaldı nə? 1 böl 8. Yuxarıdan 1 çıx, 1 böl 8 nə eləyər? 8-də 7 bölünsün, 1 böl 8. Cavab 7 dəfə çox olmuş. Deməli, bizdən nisbət soruşur, bunun cavabı neçə olur uşaqlar? 7 dəfə olur. Başa düşdünmü? Gör, bir dənə sualda neçə dənə maraqlı düstur təşkilanlandı. Burada sual var mı uşaqlar? Hər şey qaydasındadır. Tamamlaya bildiniz, yoxsa nə tər? Deyil bir daha. Ayxan, deyil bir daha. İndura, deyil bir daha. İzah edeyim, tam yardım oldu. Turan, ya.